Yaddaşın yaddaşın əsas xarakteristikaları hansılardır? Ne? Təkrar sorsaydınız müəllim. Deməli dirsə Unudum, həqiqətən yaza unudum bilməyib. müəllimə, unudum bir anlıq. Sormadım sayını. Hə, Ya elə Həcmdir, şey yox. müraciət vaxtı idi. Bir də Aha, informasiyanın yazılış sıxlığı. yazılış sıxlığı. Ay sağ ol. Müraciət Yazılış vaxtı, sıxlığı. yazılış sıxlığı, bir də həcmi. Yazılış sıxlığının vahidi nə idi? Böl Nə? mm kvadratı yaz verəcəm. Millimetr Millimetr kvadrat kvadrat. bəlkə. Bit bölünsün kvadrat millimetr idi. Çarəsizlikdən çarələr axtarırlar. Dediyim kimi yaxşısınız, oxumusunuz, çox şükür, davamlı olsun inşallah. O Davam biri, gəlsin. o biri mövzularımızdan görək. Hələ ki testə baxaq. Ondan sonra Mən çıxa bilərəm. kimi də eləyərik. Kim? Bella? Mən, Niyə? işim çıxdı ya mənim, ona görə gedəsi yerim var. İşləriniz informatika dərsindən önəmli olur. Nə məsələdir, mən bilmirəm. Yaxşı, Əsas suallar fikirlədim mən. çıx amma testlərin izahında nə isə ehtiyac olsa, deyərsən, yenidən baxarıq yaxşı. Çox idi, səhvin az idi. Yox, mənim az idi. 1-2 dənə idi. Əslində mən Windows-u tamamlamamışam deyə, yəni səhvlərim qalanlar ancaq Windows-da oldu. Deməli, Windows atmaq lazım. Bəli. Tamam. Müəllimə, Sonra siz bu ikinci mövzunun slaydını atmışdınızsa, Sağ olun. mövzunu. bu ikinci fəslin slaydını. Hə, atmışdım. Əgər Mən mediada ona tapa baxmamışam bilmirsənsə, onu. mənə yaz. Mən sənə təzədən atım, yaxşı? Mediada olmalıdır. Aha, tamam. Gəlin baxaq fəsil 2-nin testlərinə. Mən çatdırıb işləyəmədim hələ ki. Baxım burdan çıxanda işləyərəm. Hə, bax. Uşaqların səhvlərinə bax, hələ ki. Zəhmət olmazsa elə çata yazın. Mən buradan baxım. (26, 27 var. 26, 27-yə qədər varsa deyərsiz. Mən 26, 27-yə hələ ki keçəm. Deməli, 26-da alqoritm sualımız. Burada bizdən soruşur. A-nın qiyməti -1, B-nin qiyməti 2 olduqda alqoritmin nəticəsi nəyə bərabər olar? If-dir əgər A, yəni -1 böyükdürsə B-dən, yəni 2-dən, onda zen ondaydı da, deyilmi? Birincini əks halda ikincini yoxluyuruq. Yəni -1 kiçikdirsə 2-dən, onda digərini icra elə. Deyir, əgər bu şərtlər heç biri ödənmirsə, onda üçüncü hala bax. Böyük ehtimal ki, bu testi kimsə yazıbsa belə, ağlına bu sual qalıb ki, bəs bunu niyə veriblər? Bunu nə zaman icra eləməyə ehtiyac olardı? Məsələn, A-nın da qiyməti 2 olardı, müsbət 2. B-nin də qiyməti müsbət 2 olardı. Həmin halda sual verərdik. 2 2-dən böyükdürmü? Yox. Əks halda 2 2-dən kiçikdirmi? Yox. Yox halında nəyə baxarsınız? Bu hala baxacaqsınız. A plus B-nin kubu olardı. Amma indi bizə verdiyinə baxaq. Deyir ki, A-nın qiyməti -1 böyükdürsə 2-dən, onda bunu. Yox. Deməli, else baxacam. -1 kiçikdirsə 2-dən, onda A bərabərdir A-nın kubu, yəni -1-in kubu plus 2. Bir sizdə kub olanda mənfi müsbətə çevrilir. Olduğu kimi qalır. Onda 2 çıxılsın 1, nəticəmiz olacaq sadəcə 1. Müsbət 1 olacaq. Aydın oldu? Burada Əsmər. Əsmər başa düşdün bunu? Bəli, mən başa düşdüm. Müəllimə, siz burdan hansıları vermisiniz? 2, 3, bir də hansı? 3, ümumi sınaqlardan 4, 5, 6. Başa düşdüm. Səhv etmirəmsə 4-ə biz baxmamışdıq. Keçən dəfə yazmış olmalıdır onlayn uşaqları. Tam yadımda deyil. 17 var. Bir də 27-yə də baxaq, 17-yə qayıdaq. Deməli uşaqlar, bax, 27 swap funksiyası. Swappingin xüsusi qaydaları var idi. Hətta bu dərsin izahında mən sizə qeyd kimi yazdırmış olmalıydım. Demişdim ki, swappingdə
Əvvəlcə mütləq yeni bir dəyişən daxil edilməlidir. Düşünün ki, 3 nəfər tanış var. İkisi bir-birini danışdırmır, amma bir-birlərində kitabları qalıb. Və üçüncü şəxs onlara bufer rolunu oynayır. Götürün bir dənə X şəxsi, bir dənə Y şəxsi. Bunlara kömək edən S şəxsi, deyilmi? Üçüncü bir dəyişən olmalıdır. S gedər X-in qiymətini və ya hər hansısa Y-in fərq etmir alar, gətirər Y-ə verər, Y-in qiymətini də gətirər X-ə verər. Belə bir buffer funksiyası var da. Onda əvvəlcə qiymətini bilmədiyim, yeni daxil etdiyim verilən olmalıdır. Burada hamısında yeni daxil edilən verilən var. Amma demişdim ki, əvvəlcə hansısa kitabın götürməlidir. S bərabərdir hər hansı bir verilən. Yəni S-ni birinci hesablamalıyıq. Ona görə B, C, D variantları getdi. S bərabərdir X. Bəli, burada da S bərabərdir X. Düzgün gəlir hələ ki. Bax, biz alqoritmlə danışırıq. Alqoritmin belə bir özəlliyi də var idi. Hər dəfə yeni qiymətlə işləyirdi. Əgər mən S bərabərdir X eləyirəmsə, onda S 2-yə bərabərdir. X bərabərdir Y eləyirəmsə, onda X 4-ə bərabərdir. Y bərabərdir S eləyirəmsə, onda Y 2-yə bərabərdir. Həqiqətən də bizə lazım olanı aldıq. X-ə 4, Y-ə isə 2 qiymətini aldıq. Ana prinsipi yenidən xatırlayaq. Dedik, yeni dəyişən daxil eləyirik. İlk öncə yeni dəyişən hesablanır və hər bir dəyişən mütləq bir dəfə hesablanmalıdır. Yəni, X-də bir dəfə bərabərliyin soluna düşməlidir, Y-də. Gəlin biz Y variantına baxaq. S bərabərdir X, yəni 2. Y bərabərdir X, yəni 2. Y bərabərdir S, yəni 2. Axı, X-i hesablamadı. Mən yeni bir X də hesablamalıyım axı. Ona görə Y variantda səhv olardı. Burada qaranlıq qalan nəsə varsa, buyur Əsmər, sualın var. Müəllim, onda belə yanaşa bilərik ki, məsələn, birinin sonu digərinin əvvəlidir. Bəli, amma əsas məsələ yeni bir dəyişənlə başlamalısan hesablamağa. Məsələn, bax, B variantında da həmin bənzər prinsip var. Amma birinci X-i hesablayıb. X-in zaten qiyməti var. Mən S nədir bilmirəm axı. Aydın oldu? Bəli, müəllim, bildim. Aha, əla. 17-yə keçirəm. 17-dən əvvəl və ya sonra nəsə varsa deyin baxaq. Aşağıdaşların hansı informasiya daşıyıcısı deyil? Bu çox qəşəng sualdır. Və məntiqli bir izahı olmalıdır bunun. İnformasiya daşıyıcısı nələr olmaya bilər? Giriş qurğuları, çıxış qurğuları, həm giriş, həm çıxış qurğuları, daxili yaddaşlardan RAM, ROM, register, cache, CMOS heç biri daşıyıcı deyil. Daşıyıcıdırsa bir vasitə, bir yerdən başqa yerə daşınıb, ikinci bir kompüterdə istifadəsi mümkün olmalıdır. Və disket. Mən sənə bir floppy disk, xarici yaddaş qurğusu verə bilərəm ki, apar kompüterinə tax. Bu mümkündür. Getdi. Kitab analoq informasiya daşıyıcısıdır. Onun içərisindəki yazıları mən sənə verə bilərəm. Coğrafi xəritə, eyni prinsip. Dəftər də ola bilər bu. Jurnal da ola bilər. Sərt disk də ola bilər. Sərt diskin uşaqlar kənardan qoşulan versiyası var. Hətta terabaytlarla ölçülür və böyük həcmli informasiyaları orada saxlayırlar insanlar. Və sərt disk də daşıyıcıdır. Amma səs platası, səs kartı giriş-çıxış qurğusudur və zaten tərkibində heç bir məlumat saxlamır. Ona görə cavab olur Y variantı. Aydın oldu? Nabi, başa düşdün bunu? Bu sual Bəli, müəllimə, çox sağ ol. sənə sağ ol. Bu sual qəbullarda da yenidən qarşınıza çıxacaq. Bu arada 3-4-dən bu bir tərəf artıq tamamən qəbuldur. Sonra 30. 30'a qədər varsa yenə də yazarsınız. 30'a baxıram hələ ki. 30'a geçən sualda biz bunun analoqunu dərsdə işləmişik. Və mənə deyir ki, parça funksiyasıdır. Deməli, X bərabər halı mütləq olacaq. Əgər A və B parçası verilibsə, A-nı da, B-ni də nəzərə almalıdır, deyilmi? Mütləq şəkildə
bərabərə görə, daha doğrusu düz mötərizəyə görə bərabəri istifadə edirəm. Mənim x-im ortadadırsa, deməli A-dan sonra gəlir. A-dan böyükdür. B-dən əvvəl gəlir. B-dən kiçikdir. Bəs yaxşı, and yoxsa or? Birinci bərabər işarəsi olmadığına görə B-dən S-ni çıxıram. Demişdim ki, parça funksiyasına heç vaxt or ola bilməz. Həmişə and-dir. Çünki bax belə götürün. Məsələn, mən deyirəm ki, 1 verilən 7-dən böyük və ya x kiçikdir ondan. İndi belə götürək. 12 də 7-dən böyükdür də. 12 böyükdür 7-dən, deyilmi? Amma ondan kiçik deyil axı. Və ya desəm, or nə idi? Çoxluğun birini yazırdım. Ehtiyac olursa digərini də ondan bərpa eləyirdim. Təkrarlanmayanları bərpa eləyirdim. Və ya o halda olardı ki, burada parça funksiyası olmazdı. Ona görə cavabımız olacaq. Bir dəqiqə. Yox, yox. D də deyil. A variantı olacaq. D onun tam əksidir. Baxın. D-də nə deyir bizə? A-dan kiçik və bərabər və B-dən böyük və bərabər. A, B. Ortada heç nə yoxdur axı. Bizə orta lazım idi. Ona görə cavabımız olur A variantı. Aydın oldu Əsmər? Mənim orada parça funksiyasında hər iki tərəf daxil olduğuna görə biz böyükdür, bərabər götürdük elə. Bəli. Bərabər halı buna görə nəzərə alınır. Bəli. Özü də daxildir. Çox sağ olun. Sənə sağ ol. 34 var kimdəsə? Burada başqa var uşaqlar. Yoxsa keçək üstçülərimizə vaxt itirməyək. Deyəsən yox. Tamam. Biz üstü 4-ü keçən dəfə Mən- yoxlamadık, deyilmi? Hacım. Mən 30-a da baxa bilərsiniz zəhmət olmasa. 33 33. Blok sxemlə tərtib edilmiş alqoritm kompüterdə işlənməsi üçün yazmaq lazımdır. Kompüter hansı formada başa düşür siqnalları? Algoritmik dil. Alqoritmik dil formasında. Ona görə kodlar, proqram və ya alqoritmik dil verməlidir ki, bu şəkildə təsvir olunur. 34 də var. Aha. 34-ə də baxaq. Deyək ki, şərt blokuna neçə dəfə müraciət olunacaq? Uşaqlar, bu ön şərtlidir, yoxsa son şərtlidir? Son şərtli. Son. Deyirik ki, son şərtli alqoritmdə şərt sayı bərabərdir dövrlərin sayına və ya hesab sayına. Bunların üçü bir-birinə bərabərdir. Dövr sayı, hesab sayı, şərt sayı. İndi baxaq. I-nin qiyməti 1, S-in qiyməti 0-dır. Yeni S bərabərdir. S plus I-yə 0 plus 1. Yəni 1-dir. I-nin qiyməti bərabərdir 1 plus 1, yəni 2. Soruşur 2 böyükdürmü 4-dən? Yox. Gəlirik yenidən. S plus I 1 plus 2 oldu 3. 2 plus artı I plus 1 eləyirəm. 2 plus 1, bu da 3. Sonra 3 böyük və ya bərabərdirmi? Yox. Yenidən S plus I 3 plus 3 6 I olacaq 3 plus 1 4. 4 4-dən böyük və ya bərabərdirmi? Böyük olmasa da bərabərdir. Hə deyirik. Biz burada neçə dənə dövr, yəni hesab yerinə yetirdik. Biz 3 dənə yeni qiymət almışıq. Yəni 3 dəfə hesab yerinə yetirmişik. Hesab sayı bərabərdir şərt sayı. Deməli 4 dəfə şərtə müraciət olmuşdur. Ön şərtli olsaydı dövrlərin sayından bir vahid çox şərtə müraciət olardı. Aydın oldu? 4 dəfə niyə oldu? 4 dedim. Üzr istəyirəm. 3 dəfə. 3 dənə qiymət almışıq. 4'ü mən buradakı sonuncu 4'ə görə demişəm. Böyük ehtimal ki. 3 dəfə. Amma əgər ön şərtli olsaydı 4 dəfə şərtə müraciət olardı. Bir vahid çox.
Sonra keçək üsçilərə. Üsü 4-ə baxmadıq da sizlə, deyilmi? Gəlin üsü 4-lə baxaq. Yazın gəlsin üsü 4-dən. Yəqin ki 26 vardır. Başlayayım 26 ilə üsü 4-də. Şöyle üsü 4-ü işləmisiz? Tık yoxdur. Bəli, 26 ilə başlıyoruz. Aha. Tak. Orada bizə verib ki, həcm 75% azalır. Bir informasiyanın həcmi 75% azalırsa, bizə neçə faizi qalır? 25. Ay sağ ol. Sonra deyir ki, ötürmə sürəti 64 megabit saniyə olan modem vasitəsilə ötürülməsinə neçə saniyə vaxt tələb olunur? Biz təbii ki, əvvəlcə informasiya həcmini hesablamalıyıq. İlkin həcm 800-dür. Yəni 100%imiz 800-dür. 75% sıxılıbsa mənə qalır 25%. Bu da x-dir. X bərabərdir 100-ə bölürəm 800-ü vururam 25-ə. Bunlar getdi. Mənə qalacaq 200. 200 megabayt. İndi ötürmə sürətindən 64 megabit saniyə deyir. Bir saniyəyə 64 megabit informasiya ötürən modem x saniyəyə 200 amma megabayt ötürər. Megabitə çevirmək üçün vururuq 8-ə. X bərabərdir 64-ə bölürəm 200-ü vururam 8-ə. Bunlar gedəcək. Bura qalacaq 8. 200-də 8-ə böləcəm. Qalacaq 25. Bunu zəhmət olmasa bir dənə SS eləyərsiniz. İndi nə sualınız varsa buyurun. Varsa yoxsa çıxım. Bir dənə baxım chat bölməsinə. Yox deyilsin. Okey. Çıxıram ondan. Sonra 27 var. Aha. Gəlin 27-nin ayıbı bir yerdə baxaq. 16-lıq sayı sistemin bir simvolu yaddaşda nə qədər yer tutur? Bir 16-lıq simvol. 4 bit. Ay sağ ol. 3 16-lıq simvol. 3 olsun 4 olar. Yəni 12 bit olar. Bəs yaxşı. 8-lik sayı sistemin bir simvolu yaddaşda nə qədər yer tutar? 3. Ay sağ ol. 3. Deyək ki, neçə dənə 3 bitlik informasiyanı 12 bit həcm ifadə eləyər. Vururam x saya 12-yə bərabər götürürəm. X-in qiyməti olacaq 4. 4 dənə 8-lik simvolu 3 dənə 16-lıq simvolun yerinə yazmaq olar. Aydın oldu? Nail bir sual var burada. Gəlin belə bir sual verim sizə. 2 üstündə 31 Bilmədim. ədədini. Aha. 2 üstündə 31 ədədinin yaddaşda tutduğu yer nə qədərdir? 31 bit. Yox. 2 üstü n şəklinə göstərilən onluq ədəd yaddaşda nə qədər yer tutur? N plus 1 N qədər. plus 1. Yəni 31 plus 1 qədər. Yəni 32 bit yer tutur, deyilmi? Sizə sual versəm ki, bu ədədin yaddaşda tutduğu yerə 231 neçə dənə ASCII kod simvolu yerləşdirə bilərsiniz? Necə eləyərsiniz onu? Birinci 31-in üzərinə 1 gələrsiniz. Onlar 32, deyilmi? Bəli. ASCII-in bir simvolu yaddaşda neçə bit yer tutur? 2 üstü 1 8 Neçə bit. bit? 8 bit. Bölürsüz 8-ə. Deməli Ya 1 4 byte. dənə 1 byte ya 8 bit. Biz Ha. sadəcə 32 bitdə axı bitlə deyil, bitlə ifadəsi daha yaxşıdır. 4 dənə ASCII kod simvolu yerləşdirə bilərsən. Məsələn, burada cavab olacaq V bəndi. Sonra burada başqa sual var. Bu arada mən burada göstərdiyim nümunə var. Qəbullar işləyəcəyiz. Buna bənzəri var orada. Unicode simvolunu soruşur.
Baxaq. 31 var, 34 və 38 var. 31. İşarəsi mənimsətmədir. Okey. Ay dəyişənin qiymətini təyin edin bizdən istəyir. Yəni bunları silək. Bizə sual verir sadəcə. Və deyir B9-a bərabərdirmi? Burada qiymət dəyişməsi eləmisənsə səhvdir. Təbii ki, ən böyük, ən kobud səhvdir. Şərtin içərisində sadəcə sual verə bilərsin. A-nın qiyməti 2, B-nin qiyməti 4-dür. 4 9-a bərabərdirmi? Yox. Yox məni aşağı aparır. Və deyir ki, B bərabərdir. B plus 1-ə. Yəni 4 plus 1 oldu 5. A bərabərdir. A vurulsun 2-yə. 2 vurulsun 2. Yəni 4. Bu da 7. Bu da 7. Gəlir B-nin yeni qiyməti 5. Bərabərdirmi 9-a? Yox. 5 plus 1 6 və 2A 4 vurulsun 2 8. Gəldik yenidən. 6 bərabərdirmi 9-a? Yox. 6 plus 1 7. A vurulsun 2 8 vurulsun 2 16. Yenidən 7 bərabərdirmi 9-a? Yox. Bura olur 8. Buranı 2-yə vururam. Olur 32. 8 9-a bərabərdirmi? Yox. Bura 9. Bura isə 64 olur. 9 9-a bərabərdirmi? Hə. Hə deyəndə artıq çapa gedirik. Ən son A üçün hesabladığım qiymət olacaq 64. Bu sual kimdədirsə, başa düşmədiyin nəsə varsa soruş. İsmira. Başa düşdün İsmira? Sənə sual 34 və 38-ə baxırıq yenidən. 34 səhv etmirəmsə mak ünvanı idi. Aha, hə. Maklardı. Mak ünvanla bağlı demişdim ki ya buradan birini çevirin ikiliyə ya da aşağıdan birini çevirin 16'lığa. Mən aşağıdan ikilikdən 16'lığa keçməyin tərəfdarıyam. Bəzən səhv formada keçidlər eləyirsiniz 16'lıqdan ikiliyə. Ona görə ikilikdən 16'lığa keçin. Birincini keçirdə. Bura 8, 4, 2, 1. Sondan əvvəl 4 4 ayırırdıq. 8, 4, 2, 1 qaydasını eləyərdik. Burada hamısı sıfırdır. Deməli 0 düşəcək. 2 və 1-i cəmləyəcəm. Bura olacaq 3. Deməli 0, 3'dür. Birinci kodum. Bir nömrəli kod 0-3'dür. Harda yerləşir? Sonda. Bir nömrəli kod sonda yerləşən bir dənə B variantıdır. Ya da belə də eləyə bilərsiniz. Baxın. İkincini də çevirin. Əmin olmaq istəyirsinizsə. Və yenə 8, 4, 2, 1. Baxın. 1 ilə başlayan. 1 ilə başlayan yalnız bir dənə budur. 1, 2 olandır. Və ikinci ilə 2 nömrəli kodla başlamalıdır. Elə B variantındadır. Aydın oldu? Bu qəbul sualıdır. Bunu Müəllimə, yaxşı zəhmət rahat olmasa bir deyə verirlər. bilərsiniz. Necə? Müəllimə, zəhmət olmasa bir deyə bilərsiniz bunu. Deməli, sənə burada 16'lıq kodları verib, aşağıda isə ikilik kodları verib. Ya 16'lığı 2'yə çevirməlisən 1-1 bunları ya da aşağıdakı ikilikləri 16'lığa çevirməlisən. 16'lıqla ikilik arasında əlaqə forması necə idi Naibə? Necə keçə bilirdik? Müəllimə 4 hissəyə bölürdük də, orada Sondan üzərində əvvəl yazırdıq. 4 hissəyə bölürdü. Aha, Üzərində sondan əvvəl. aha 8 4 2 Üzərinə 1 0. Aha, 8 4 2 1. 8 4 2 1 sən orada səhv eləmisən. Sən onluğa keçid eləmisən. Burada 8 anladım. 4 2 1 konkret kodu var bunun. Və nəyin altına Aha. 1 düşürsə onları cəmləyirəm. Görürsən, burada birincidə ilk hissədə heç nəyin altına 1 düşməyib. Hamısı 0 deməli, bura 0 yazacağam. Sonra burada yalnız 2 ilə 1-in altına düşüb. 2 ilə 1-i cəmləyəcəm, olacaq 3. 0 və 3 kodu alınır, deyilmi? Yan yana qoyanda 0 3. Aha, 0 3 hardadır? Sonda. Sonda. Bu nəyin sıra nömrəsidir? Hansı sıra nömrəsidir? Birinci. Birinci sıra nömrəsi Birinci. sonda gələn elə bir dənə B variantıdır. Aydın Aha, oldu. bildim. Çox sağ olun. Sənə sağ ol. Çox sağ olun.
Günel sən nəsə soruşurdun de. Yo, deyirəm bunu rahat verirlər. Elə bir dənəsi ilə tapmaq olur. Hə, mak ünvanlar elədi. Keçən il də özə qəbul sualı olub. Burada işləyəcək o testi. Eyni test qəbula düşmüşdü. Orada şanslısınız əslində. 38 var. Deməli uşaqlar 38-i elə buradan gəlin. Bu şəkildə göstərək. 4 dənə abzasımız var. 1, 2, 3 və 4. Mənə deyir ki, əvvəlcə ikinci abzas seçilir və Ctrl X edilir. Ctrl X nədir? Kəsmək, deyilmi? Kəsəndə öz yerinə qalırdı, yoxsa yox, Mətin? Öz yerində Qalmır, yox. qalmırdı, kəsilirdi. Kəsilirdi. Mən mübadilədə hələ ki saxlamışam. Deyir ki, birinci abzasın əvvəlinə kursor gətirilir. Əvvəlcə Ctrl V, sonra isə Enter düyməsi icra olunur. Deməli, birin əvvəlinə, biri yazım, qoy. Birin əvvəlinə gətirim. Sonra içini Ctrl V eləyirəm. Enter eləyirəm. Ardıda təbii ki, olduğu kimi gələcək 3 və 4. Hələ ki. Hələ ki, ardıcılığım bu şəkildə dəyişdi. Onda mən bu hissəni silə bilərəm. Mənim ardıcılığım artıq budur. Sonra deyir ki, üçüncü abzas seçilir. Ctrl-C düymələri bircə basılır. Ctrl-C eləyəndə öz yerində də qalır və surəti mübadilə buferinə də köçürülür, deyilmi? Davamına baxaq. Deyir, dördüncü abzasın sonuna gətirilir kursor. Enter düyməsi sonra isə Ctrl-V edilir. İndi mənim ardıcıllığım hələ ki belə olacaq. 2, 1, 3, öz yerində də qalmışdı. 4, sonra bir dənə bura enter eləyir və 3-ü yenidən əlavə eləyir. Kopidir axı. Ona görə 3 hələ ki 2 dənə olmağa davam edir. Gəlir burada deyir ki, dördüncü abzas seçilir, delete edilir. Delete edilirsə, deməli bu buradan tamamen silinmişdir. Bu artıq yoxdur. Ardıcıllığım 2, 1, 3, 3 şəklində olacaq. 2, 1, 3, 3. 2, 1, 3, 3. Cavabımız olacaq D bəndi. Aydın oldu. 2-ni birincidə kəsəndən sonra niyə ikincidə 2 qaldı? Necə yəni? Kəsəndən sonra axı deyir, birin əvvəlinə gətirir, Ctrl V eləyir. Birinci abzasının əvvəlinə gətirilir, Ctrl V Aa, eləyir. başa düşdüm. Yəni yerləşdi. Yerləşdirir, bəli. Hı. Başqa sual var? Orada tamamen silinib, bir tək 4'dür, hətta delete düyməsi basılır deyir. Burada başqa sual. 40 yəqin ki vardır. Var 40-cı sual. Yoxdur, nə yaxşı. Down eləyirsə, yuxarıdan aşağıya gedir. Sonra axırına Aha, qədər doğru. 40-a. Aha. Deməli, fill əmri bizə hara gedəcəyimizi deyir. Deyir, fill down. Aşağı get. Hardan aşağı gedərsən? Yuxarıdan aşağı gedərsən də, deyilmi? Ona deyirik ki, aşağıdakı xanaya daxil edilmiş verilənlər yox, seçilmiş xanaya daxil edilmiş. Yuxarıdakı xanaya daxil edilmiş verilənlər doldurulur. Deyir, hansı məzmun doldurulacaq? Yuxarıda olanlar aşağı doğru doldurulacaq. 45'e qədər yoxdur. Yazmamışsınız yoxdur, yoxsa yazmışsınız yoxdur. Əgər yoxdursa belə, mən 41'i də demək istəyirəm, 43'dən. 41 ənənəvi qruplarda çox verildi. Nəyə diqqət eləməlisiniz? Sözlərə birinci. Görürsünüz, Əlizadə, Məmmədli, Vəlixanlı. Bu adlar, bu sözlər harda var? B sütununda var. B sütunundadır və söz hardan başlayır? B2'dən başlayır. B2 və B7. B2, B7 zaten A variantında var. Hətta ədəd aralığına da baxsa 0-dan 10'a qədər dəyişir. 0-dan 10'a qədər rəqəmlərin yerləşdiyi də Y sütunudur. Cavab olur A variantı. Sonra keçdik burada 43'də. 43 uşaqlar. Bunu mən sizə qısa formada belə ifadə eləyirdim. Deyirdim ki, ya düşünün ki, adı qısa olanların cəmi bərabərdir adı uzun olanların cəminə. Ya da ki, indi 4-cü, əvvəl isə 6-cı siniflərdə falan keçirilən bir qaydadır.
İki çoxluğun cəmi, çoxluqlar cəmi, çoxluqlar cəmi bərabərdir onların bu neydi? Onların kesişmesiyle birleşmesinin cəminə bərabərdir onların kesişmesi və birleşmesi cəmi. Bax, bu qaydadır. Ya belə də yazı bilərsən. İki çoxluq A və B çoxluğunun cəmi bərabərdir A and B plus A or B. İndi baxaq. Bu rəqəmlərlə bağlı uşaqlar sizə belə bir qayda da deyim. Hətta qəbula düşmüşdü. Əslində mən bunu rəqəmlərdən tuta biləsiniz deyə deyirəm. Qarşıda elə qəbul sual olacaq ki, sizə sadəcə bunu bilmək kifayət eləyəcək. Yadda saxlayın ki, ən az say ən-də aiddir. İki çoxluğun kesişməsi həmişə qısa olur. Ən çox say ordur. Geriyə qalanlar aralıq mövqeyə daşıyır. İndi mən baxıram variantlara. Deyir A and B bərabərdir A çıxılsın B minus A or B. Amma əslində mən and-i buradan tapıramsa, and bərabərdir A plus B çıxılsın or B olardı. Ona görə A variantı getdi. B variantında A or B bərabərdir A plus B. Bəs and hara getdi? Bunun davamı olmalıydı. Ona görə B də səhvdir. C variantında A or B bərabərdir A plus B çıxılsın A and B. Burada hər şey qaydasındadır. Deməli cavab olacaq C. D-nin səhvini deyirəm sizə. Yenə baxın. A or B bərabərdir A minus B minus and yazıb. Bu minusdan getməməli idi. Bura plus olmalıydı. Y variantı vapışı səhvdir. İki yerdə or istifadə edib. A or B bərabərdir A plus B minus or. Bu orla bu or getdi. Heç nə qalmadı. İkinci olmalıydı. And olmalıydı. Bəli, ikisindən biri and olmalıydı. İndi burada nəsə sualınız varsa buyurun. Yoxsa SSL-in qrup adına zəhmət olmazsa. Elmə bu sualların ikisini də keçən dərs izah eləmişdiniz. Demişəm, nə yaxşı. Hı. Sonra Atdım. tamam, əla, təşəkkürlər. Bir də 45 var kimdəsə. 45'te uşaqlar. Aynur, elədir. Bunu indi deyirlər. 45'i bir dənə göstərim. Səhv etmirəmsə bunu göstərə bilməmişdim. Çünki ofis paketim işləmirdi. Gəl bunu göstərim. Ay, mən bayaqdan çabalayıram burada. Niyə demirsiniz bəs bunu mənə? Aynen mən bilmirdim. Yaxşı oldu. Öyrənmiş oldun. Amma izaha mütləq itib baxarsan yaxşı. İndi səndə spontane alındı deyə də bilmədik sözü. Neysə, belə bir şey. Bax, Word-ü açırıq. Word-ə aid bir neçə dənə sənəd yaradırıq. Ctrl N. Baxaq neçə dənədir. Hazırda 4 dənədir. Eyni anda bütün pəncərələri görmək istəyirəmsə, View tabının Window Length qrupundan istifadə edəcəm və Arrange All əmrindən View, Window Length qrupu, Arrange All hamısını orientasiyalı şəkildə ekranda yerləşdirir. Dialoqda açdıq, Window-dan eləyək, hamısını düşürək. 45'in cevabı olacaq View, Window, Arrange All. Bu səhifə nömrəsiymiş, sorry. Səhifə nömrəsi insert o heç. Window olan başqa. 48 izah eləmişəm, onda qalsın bu. Keçək onda ümumi sınaq 5-ə. Ümumi sınaq 5-i deyək. Yazın daha doğrusu səhvlərinizi.
30 var, 40 var. Yoxdur 30-dan əvvəl. Burada uşaqlar istifadə olunur. Alt space bar. Bunun konkret olaraq belə bir prinsipi var. Ya başlıq sətrində sağ düyməni vurmalısınız File Explorer'da. Belə baxaq. Ya burada sağ düymə vurmalısınız. Ya da hal-hazırda alt space bar eləyirəm. Yəni də eyni şey çıxır. Bu şəkildə. (26, 27 var. Yox Zümrüd, biraz sonra yekunlaşacaq. 5 izah eləyəcəm, 6-nı yox. Çünki istəyirəm ki, ənəvinlə paralel gedəsiz. Bayaqları mənə desəydilər, indi daha əvvələ keçəcəkdik. 26-ya baxaq. Deməli, kilobaytla soruşur, megabayt var, kilobayt var və bayt var. Hamısı da kilobayta keçə biləcək müsait olanlardır. 1024 baytı kilobayta çevirmək üçün böləcəm 1024-ə. Oldu 1 kilobayt. Bir budur. 1 megabaytımız bir vurulsun ki üstündə 10'dur. Yəni 1024. Bura 1024'e bərabərdir. 1 plus 1024 oldu 1025 plus 512 olacaq 1537. Sonra 27'də nisbətin gücü. Gücü deyirəmsə bu yazıların, yəni sətirlərin sayıdır. Kartejlərin sayı. Nisbətin qüvvəti sütunların, yəni domenlərin sayıdır. A. Atribut sütun başlıqlarıdır. Bu da y'dir. 1D 2A, 3Y, 1D 2A, 3Y. Cevap olacaq B bəndi. 40 var idi. 40'a qədər var. Bəli. Nəsə deyirdiniz? Çox sağ olun bilməm. Sənə sağ ol. O hansı mövzudadır ki? Eyvah Cüneyt. Akses, fəsil 10. Deyirəm də kesin səfərdə dedim. Aksesi unutmuş. Aksesdir ən çox unudulan. Windows'dur. Üstündən elə keçmisiniz ki, dünyadan bir xəbər şəkildə. Windows'a başladıq ki unudaq. Ay sağ ol. Konu başlamağı unutmuşsunuz evcə. Level atlamışsınız. Bu arada Windows'un testlərini, Windows mövzusunu təkrar verəndə yəni işləyəcəyəm mövzu testini. Mən çalışıram biraz qabağa keçək biz əslində. Balaca keçsək çox yaxşı olar. Hə, bu isə sizdən danışır. Tələbələr, tənbəllər. Deməli, 40-cı sualda bizə faylın saxlanıldığı alt kataloqun yolu soruşur. Fayl hansıdır? Şilitin tıxıtı. Bunu bilirəm hansı müəllimimiz yazıb. Və bir əvvəlki faylın saxlanıldığı qovluqdur. Qovluğun yolu deyirəmsə, hara qədər olar? Tənbəllər. Bəli, tənbəllər daxil olmaqla, özünə qədər. Amma tam yol desəm, özü də daxil olar. Tələbələr, tənbəllər. Sənə danışır Günel. Son zamanlar belə olmusan ha, bu arada. Sən belə deyildin. Geçen Semestr geyikləri falan imtahanı. yazırdın falan. Deməli, Semestr imtahanları bizi sürüdü. həqiqətən hiss olmuşdur. 39 burada ümumi saydı. Yəni mənim kitabım və ya faylım 39 səhifədən ibarətdir. Mən hal-hazırda kursoru klik elədiyim, yəni cari səhifə 24'dür. 24'ün üzərində gördüyüm nömrə 38'dir. Bu üzərinə yazılandı. Bunu yazıram. 24'e yazılan. 24'e yazılan. İndi mənə deyir ki, 24'e 38 yazmısansa, 17'ye nə yazmısan? 24'dən 17'ye qayıtmaq üçün neçə addım geri qayıtmalıyam? 7 addım. Bu mənim geriyə qayıdacağım addımlardır. Ya belə eləyərsiniz. 7 fərqdir də aradakı deyilmi? Həmin fərq qədər geri qayıdarsınız. Yəni 38'dən çıxarsınız 7'ni, olar 31. Deməli 17-ci səhifəyə 31 yazılmışdır. Asanı budur.
Keçək indi sizin üsulunuza, bəzi tələbələrin üsuluna. Neynirlər? 24 38'dir. 23 37'dir. 22 36'dır. 21 35'dir. Bu şekilde gelir 17 31'dir. Belə. Belə də deyə bilərsiniz. Ən pis halda. Amma mən bayaq izah elədiyim qaydanın tərəfdarıyam. Arada fərqi tapın, üzərinə yazandan çıxın. Müəlliməm, Hə? bir dənə sual verim. İlk nömrənin, ilk səhifənin nömrəsini tapıb, sonra üstünə cavab tapmaq olardı. Deyə bilərsən, hə? Onun qaydasını mən tam unutmuşam. Onu izah edə bilərsiniz bir dənə. Bax, birinci səhifəyə qayıtmaq üçün hal-hazırda 24-dəyəm, deyilmi? Birinci səhifəyə qayıtmaq üçün neçə çıxmalıyam? 24-dən. 38-dən 24-ü çıxmalıyıq. 38-dən. Yo. Bax, birinci səhifəyə qayıtmaq üçün 24-dən neçə çıxsan 1-ə qayıdarsan. 23 çıxsan 1-ə qayıdarsan da, deyilmi? Bəli, müəlliməm. Eyni fərqi 38-dən çıxa bilərsən. 38 çıxılsın 23. Burada aradakı fərq deməli 15-dir. Birinci səhifəyə Yəni 15 səhifə 15-dən başlanır. Ha, 15 yazılmışdır. Birinci səhifəyə 15 yazılmışdırsa, onda 17-ci səhifəyə 15 plus 17 özü də daxildir axı. Onda gərək 15 plus 17-yə qayıtmaq üçün 16 eləyəsən. Birinci səhifə ilə 17-ci səhifə arasında fərq nə qədərdir? 1-dən 17-yə nə gəlməlisən ki, 16. 16. Demək 15-in üzərinə 16 gəlməlisən. Belə olacaq. Bu tərəfdarı deyiləm. Niyə bu qədər özünüzü çətinə salırsınız? Aradakı fərqi çıxsanız daha yaxşıdır. Bilirəm, mən video izahda 3-ündə demişəm. 3 qaydası var, amma ən qısa qayda birincidir. Tamam. 47 var kimdəsə? 38-dən 24'ü çıxıb, üstünə 17'ni gəldim. 38'den 17'ni çıxdın, üstünə üzr istəyirəm 24'ü çıxdın. Hə, bu da düzgündür Aynur. Geriyə qayıtmısan, bu şəkildə də 1-ə qayıda bilirsən, bəli. Amma ən rahatı arada fərqdir. Sonra keçdik. 47. 47'də average, əldə ortadır. A12, A14 arasında. 12'dən 14'ə qədər. Bunları cəmlədim. Oldu 12. Böldüm 3'ə. Oldu 4. Minimum B12'dən B14'ə qədər ən kiçiyi bu 2'dir. Sonra bunlar arasındakı cəmi istəyir. 2 plus 4 oldu 6. Deməli cavab olacaq 6. Bunun Axıra qədər keçən səfər izahına TikTok'dan baxmışdım. təbriklər. Az yaz TikTok'da. Ondan sonra get Windows'u oxu bax. Məsələn, bir səbəb. Oy. Niyə Orada da silmir sosial videoya şəbəkələr? baxıram da. Şurasına ki, orada bir dənə səhifə var, hamını qışqırtır yalandan. Güya ki, nə bu test, bilmirəm, güya Qəbul sualları. Hə, heç bir əlaqəsi də yoxdur. Deməli, uşaqlar, mövzu olaraq gələn dərsə sizə verirəm fəsil 4 və fəsil 5-i. Biz əslində fəsil 5-i